qızlar? Qızlar, bu günləri 100 abunəyə özəl evdə San Sebastian eləyəcəyik. İndi marketə gedirəm. Bəzi evdə çatışmayan məhsullar var. Onları alaq. Sonra evə qalxaq, nə aldıqlarımı göstərim, San Sebastian'ı eləyək. Bu arada qızlar, 100 abunə olduğuma görə çox xoşbəxtəm. Böyük ehtimal ki, bu videonu paylaşanda artıq 100 abunəni keçmiş olacağam. Yavaş-yavaş günü-gündən abunəm artır, izlənmələrim artır. Bu da mənə çox böyük bir motivasiya verir. Siz də məni belə dəstəklədikcə mən də belə qəşəng, maraqlı videolar çəkəcəm. Heç vaxt San Sebastian eləməmişəm. İlk dəfə eləyəcəm. Bəzi reseptlərə baxdım, internetdə, şefdən aldığım reseptlər oldu. Baxacağım indi ortaya qarışıq bir şey eləyəcəm. Yəni sırf bir reseptlə getməyəcəm. Labne olaraq içimin də labirinti var. Bir də Pınarın səhv eləmirəm. Pınarı mən sevmirəm. Mən normal səhər yeməklərində belə içimin labirintini bəyənirəm. Bir də Millanın da var. Millanı heç yoxlamamışam. Bir də burada bir dənə də marka var idi. Villiya. Markanın da labne pendiri çox dadlıdır. Bunun qiyməti daha ucuzdur. Qızlar, labne olaraq içimin labirintisini götürdüm. Çünki mən bunun dadını daha çox bəyənirəm. Digərlərinə baxmış. İndi də qaymaq seçək. Qaymaq 33% deyirlər ki, olmalıdır. Amma məndə 33% burada tapmadan bir 30% var. Bir də daha çoxsa 26%dir. Qızlar, indi çıxdım marketdən, evə gedək, nə aldığımı sizə göstərəcəm və nə üçün aldığımı da deyəcəm. Mən çox kekslər və piroqlar eləmişəm deyə təxmini tarifi tuta bilirəm ki, nəyə eləsəm daha düzgün olar. Gəlin indi nəyə aldığımıza baxaq. 2 dənə içimin labirintini aldım. Pınarı nə üçün almadım? Çünki Pınarın labne pendirin içi sulu olur. Mənə də sulu bir labne pendiri lazım deyil. İçimi yemişəm, dadına baxmışam və bilirəm ki, bu sulu deyil. Sulu da olsa da ki, Pınara baxmış daha az suyu var. Daha sonra 33%'lik qaymaq lazım idi. Mən də maksimum 30%'lik qaymaq tapdım. Dr. Milk'in qaymağı. Mənə 400 qram qaymaq lazım idi. 330 qramlıq budur. Bir də 26%'lik Millanın qaymağını aldım. Bundan 2 dənə alsaydım çox olacaqdı. Elə Cemil ilə də məsləhətləşdim. O da dedi ki, bir dənə bundan götür, bir dənə də bundan götür. Zaten bunun yarısını istifadə edəcəm. Bir dənə də özümə şokoladlı süt aldım. Çoxdan şokoladlı süt içmirəm. Gəlin kimi canım çəkdi. Çox qəşəngdir. Qızlar, mən də dünənlər keks qabı aldım. İndi bura qoyaram keks qabını aldığım momenti. Belə bir dənə qab almaq istəyirəm San Sebastian üçün. İndi dəqiqləşdirim. Bunun seti 12 manatdır. Təkli satmırdılar. Mən də 3 dənəli aldım. 3 dənəsi 12 manat idi. Eləyəcəyim tarifə 24 santlıq qab lazımdır. İndi də keçək işə. Qızlar, indi bir dənə belə qab götürdüm. Tarifdə deyildiyinə görə birinci labne pendirlərini qaba tökürük. Bu arada qızlar, biraz hava qaraldı. Çünki bunları gözləməliydim. Otaq temperaturuna düşməliydi. Soyuq vurmaq olmaz labneni, qaymağı. Onda topak olur. Bu da belə bir incə ipucu. Topkanı da öncədən qoymuşam isinməyə 180 dərəcəyə. Amma pişirəndə 110-200 dərəcədə pişirməlidir ki, üstü yansın, amma içi də tam pişməsin. Bu löp deyə düşdü. Qızlar, yumurtadır, qaymaqdır, pendirdir, otaq temperaturunda olmalıdır. Qızlar, bir də ümumiyyətlə San Sebastian'a mikserə ehtiyac yoxdur, əlimizdən çırpmalıyıq. Təəssüfən bizdə də təzəlikcə ventikimiz xarab olub atmışıq. Ona görə mikserin ucu ilə qarışdıracağam. Amma yəni aparata ehtiyac yoxdur, özümüz qarışdırmalıyıq. Sizə də belə göstərim. İlk öncə pendirlə pesoqu qarışdıracağıq. Mən bir stəkan yarım pesoq tökəcəm. Normalda da mən keks və piroq eləyəndə bir stəkan yarım pesoq tökürəm. Elə bunda da həmçinin eləyəcəm. Reseptlərdə də baxdım ki, mən elədiyim tarifə elə hamı bir stəkan yarım töküb pesoq. İndi bunu pesoq əriyənə qədər yavaş-yavaş çırpacağıq. Sizə də belə göstərim. Qızlar, kıvamına belə yaxından baxın. Pesoq tam əridi. Artıq belə kremsi qaymaq formasına düşdü. İndi də bir yumurtaları içinə tökəcəm, qarışdıracağım. Birinci yumurtamızı tökürük. Bütün yumurtaları birdən tökmək olmaz. Bir töküb qarışdırıb, daha sonra o digərlərini döymək lazımdır ki, topa olmasın, çox sulu olmasın. Hissəsi biraz incə davranmaq lazımdır bu San Sebastian'la. Yavaş-yavaş yumurta həll olur. Bu arada qızlar, evdə eləmək sərf eləyir. Çünki restoranların çoxsunda bu boyda, yəni balaca San Sebastian'ı 7-8 manata verirlər dilimini. Ona görə də evdə eləyəndə amma ən az 8 dilim çıxır.
balaca boydan, yəni böyük boylar da edə bilərsiniz. Amma evdə 8 dilim edirsinizsə, 7 manatdan düşünün birini, 8-in 56. Evdə elə bir 56 manatlıq sənsə bestiyən eləyirsiniz də. Amma ki, heç 50 manat xərcimiz çıxmır. Mən məsələn labne pendirinə, qaymağına hamısını verdi 23 manat pul verdim. Amma ki, onsuz da hamının da evində un var, pesok var, yumurta var. Başqa da heç bir şey ehtiyac yoxdur. Bir də vanil. Bunlar onsuz da hər kəsin evində olan klassik şeylərdir. Onları ona görə yəni saymayın. Amma qaymaqdır, sonra nədir onun adı? Labnedir. Bayaqki market alış-verişində 23 manat xərclədim. Birinci yumurta həll olundu. Keçək ikinci yumurtaya. Qızlar, indi dördüncü yumurtanı tökürəm. Bayaqdan hissə qarışdırıram. Oralarını isə çəkmədim hər dəfəsində ki, sıxıcı olmasın. Qızlar, bitdi. Belə sulu kıvama gəlir. Heç bir yumurta da qalmadı. Hə qızlar, indi keçirik un və nişastaya. Desəniz ki, nişasta nə əlaqə? Bu da San Sebastian'ın kiçik bir, balaca, amma ən önəmli bir püf nöqtəsidir ki, sırf unla eləyəndə onda biraz içi lap belə qaymaq kimi olmur da, biraz parçacıqlı olur, biraz bərk olur. Amma nişasta ilə eləyəndə belə incə yumuşaq olur. Bir qaşıq un eləyəcəm, bir qaşıq da nişasta eləyəcəm. Məndəki nişasta budur, Kent markasının mısır nişastasıdır. Mısır nişastası olmalıdır bu arada qızlar. Unu və nişastanı və vanili əliyərək tökmək lazımdır ki, yenə pütürcüklər olmasın. Keçək birinci una. Bir qaşıq un. Bu arada bunu belə təpələmə tökmək lazım deyil. Tam elə bir qaşıq boyutda tökürük bura. Yəni unu əliyək o vaxta kimi. Nişasta da həmçinin təpələmə qaşıq olmasın. Normal bir qaşıq tökürük bura bunu da. Bunu da əliyək. Tökdük. İndi keçək vanilə. Yavaş-yavaş qarışdırırıq ki, tapaqlanma olmasın. Kıvamı nə çox belə sulu olmalıdır, nə də qatı olmalıdır. Tam ortası. İlk öncə bu qaymağı tökürük, çünki ən vacib olan qaymaq budur. Qaymaq nə qəşəngdir, qatı qaymaqdır. Bunu da tökək. Evdə qəşəng çiyələk də var. İndi alınsa, əgər San Sebastian yaxşı tutsa, üstünə qəşəng çiyələklər də qoyacağım. Hardasa bizə 400 qram qaymaq lazımdır. 330 qram bu indi tökdüyüm qaymaq idi. Bu da 200 millidir. Bunun da hardası bizə lazımdır. Tən yarısı da 100 millisi, 70 millisi lazımdır. Bunun da tən yarısı yəqin bu qədərdir. İndi bunlar da belə qəşəng, yavaş qarışdıraq. Qızlar, artıq hazırdır, amma sanki mənə qatı gəlir. Elə bil qatıdır. Məncə qaymaq sulu qaymaq olmalı idi. Bu Milan qaymağı biraz qatıdır. Keks qabına əliyərək süzəcəyik. İndi onu da göstərəcəm sizə. Qızlar, baxın qabımız budur, 24 santıdır. Nə bileyim, mən elə gəlir ki, bu biraz qatıdır və bunu necə sulandıracağımı da asla bilmirəm. Amma deyirəm, bəlkə əliyəndə ələsən, bəlkə daha yumuşaq olar. Görək də nətər olacaq, inşallah yaxşı olar. Bunun tiyosu böyle, kızlar. Başlayalım indi bunu tökməyə. Bu axana oxşamır. Görəsən belə eləsək tez olar. Hə, belə eləyəndə tez olur. Görsünüz. Biz de birileriyiz. Canım biz de birileriyiz yani. Biz de kendi çapımızda birileriyiz. Keçmə qızlar, mən bunu tam belə əliyərək bitirim. Sizə sonunu bir də çəkərəm. Qızlar, mən bir şey unuttum. Bunun bəs qırağına mən şey qoymalıydım axı. Yağlı kağız altına qoydum, ben yanına qoymadım. Necə olacaq? Qızlar, mən burada yağlı kağıza səhv qoyduğuma görə qabı dəyişdim və bu formada normal həmişə keks pirog necə eləyiriksə o formada yağlı kağızı qoydum. San Sebastian'a baxın, çox qəşəng oldu. İsti tam istədiyim kimi, nə çox qızardı, nə də çox belə ağ oldu, tam kıvamında. Qızlar, burada artıq soyuducudan çıxartdım. 3-4 saat ərzində soyuducuda qaldı. Amma mən yenə bir dənə yanlış elədim ki, bunu mən strezlədim, elə qoydum soyuducuya. Strezləmək olmazmış, mən də bunu bilmədim. Bunun üzərinə ancaq çay məhrəbası atmaq lazımdır ki, soyuducuda qalanda, soyuyanda buxarının nəmini çay məhrəbası özünə çəksin. Bir də mən San Sebastian'ı ən yüksək 230 dərəcədə qoydum pişməyə 30-35 dəqiqə ərzində. Qızlar, mən bu San Sebastian'ı bişirib videosunu çəkəndə 100 abunə yenicə olmuşdum. Artıq bu videonu edit
editləyib bu gün paylaşıram və 200 abunəyə çox az qalıb. Bir həftə ərzində bu qədər abunəmin tez yüksəlməsini heç gözləmirdim. Buna görə də ilk növbədə sizə çox təşəkkür edirəm ki, məni dəstəklədiniz, mənim videolarımı bəyəndiniz və abunə oldunuz. Mən də artıq bir həftə ərzində 100 abunədən 200 abunəyə doğru yüksəldim. Burada da sizlərlə bərabər ilk dəfə ki, San Sebastian elədim. Təbii ki də mənim də bəzi xırda yanlışlıqlarım oldu. Məsələn, yağlı kağızı ilk başdan yanlış qoymuşdum. Daha sonra qaymağın birini sulu almalıymışam. Bir də mən yumurtanı 4 dənə elədim. Siz 5 və yaxud da 6 dənə eləsəniz daha yaxşı olar. Özünüz də fikir verdiniz ki, mənim San Sebastian xəmirim biraz qatı idi. San Sebastianın xəmiri biraz daha duru olmalıdır. Zaten videonun başlığında da bunu deyirəm. Amma bunlara rəğmən yenə də San Sebastianın tamı, dadı, kıvamı çox qəşəng olmuşdu. Sadəcə gələn səfər bunu bişirsəm, belə xırdalıqlara diqqət eləyəcəm və bunları da sizə deyirəm ki, siz də evdə özünüz üçün bişirəndə bu xırdalıqlara diqqət eləsəniz daha gözəl San Sebastian əldə edə bilərsiniz. Videomu buraya qədər izləyib bəyəndinizsə, like etməyi və kanalıma abunə olmağı unutmayın. Öpürəm sizi qızlar, hələlik.